Salam dəyərli yoldaşlar, hər vaxtınız xeyir olsun. Bugün Azərbaycan dili fənni üzrə sizinlə maraqlı bir mövzu, cümlənin məqsəd və intonasiyaya görə növləri haqqında danışacağıq. Qısa bir video olacaq və ümid edirik ki, bu video üzərindən siz bu mövzuda çətinlik çəkdiyiniz bir çox məqamları öyrənəcək və bundan sonra heç bir çətinliyiniz də bununla bağlı olmayacaqdır. Mövzu gördüyünüz kimi cümlənin məqsəd və intonasiyaya görə növləridir. Bəs cümlənin məqsəd və intonasiyaya görə hansı növləri var? 4 növ var. Birincisi nəqli cümlə, ikincisi əmr cümləsi, üçüncüsü sual cümləsi, dördüncüsü nida cümləsi. Bəli, bunların üzərindən danışacağıq. Nəqli cümlə, əmr cümləsi, sual cümləsi və nida cümlə. Bunların hər biri haqqında sizə müəyyən məlumatları verək. Əvvəla nəqli cümlə haqqında danışaq. Adı üstündə nəqli, yəni məlumat verici bir cümlədir. Hər hansı bir fakt və ya fikir haqqında sadəcə məlumat veririk, danışırıq, istənilən bir formada çatdırırıq. Normal bir intonasiya ilə. Nümunə də yazaq buna aid. Məsələn, yazıram. Nəqli cümlə. Mən şəhərdə yaşayıram. O imtahanlara ciddi hazırlaşır. Bu cümlələr sadəcə məlumat verici xarakteri daşıyır və nəqli cümlə hesab olunur. Nəqli cümlələrin də sonunda mütləq şəkildə nöqtə işarəsi qoyulmalıdır və ya müvafiq deyiliş tərzindən intonasiyadan asılı olaraq da 3 nöqtə işarəsindən də istifadə oluna bilər. O da onu göstərir ki, fikir bitməyib, tamamlanmayıb və ya hər hansı bir yeri ixtisar olunur. Yəni adətən nəqli cümlələrdə nöqtədən istifadə olunur, bəzən isə 3 nöqtədən. Yəni bu tip cümlələri gördünüz, bilin ki, artıq nəqli cümlədir. İkinci əmr cümlə. Əmr cümləsi feilin əmr şəklində olan və bütün şəxslər üzrə sözlərlə ifadə olunan cümlələrdir. Məsələn, deyirəm ki, mən evə gedim. Gedim sözü feilin əmr şəklindədir və əmr cümləsi hesab olunur. Və ya bunu digər şəxslərdə deyə bilərik. Siz evə gedin. Və s. Onlar evə getsinlər. Və s. Görürsünüz ki, əmr bildirir və təkcə əmr bildirməyə bilər, xahiş bildirə bilər. Məsələn, zəhmət olmasa qapını örtün. Tövsiyə edirəm ki, bu kitabları oxuyun. Bu tip cümlələrdə əmr cümləsi hesab olunur və bunun da sonunda mütləq şəkildə nədən? Nöqtə işarəsindən istifadə olunur. Nəqli cümlələrlə əmr cümlələrinin oxşar cəhəti odur ki, hər ikisində sonunda nöqtə işarəsi qoyulur. Sadəcə intonasiya fərqi olur. Nəqli cümlələr, yəni əmr şəklində olmayan bütün feillərin ifadə oluna bilər. Lazım şəklində. Məsələn, deyirəm ki, o oxumalıdır. Nəqli cümlədir. Biz oxuyacağıq. Nəqli cümlədir, gələcək zamandadır. Feilin xəbər şəklindədir. O oxuyasıdır, lazım şəklindədir. Nəqli cümlədir. Yəni bildiyimiz, yəni əmr şəklində olmayan bütün feillər olacaq nəqli cümlədə. Ancaq əmr şəklində olan feildən ibarət cümlələr isə olacaq nə? Əmr cümləsi. Bunu da yadda saxlayaq. Növbəti cümləmiz sual cümləsidir. Cavab almaq məqsədi ilə verilən cümlələrdə və ya cavab almamaq məqsədinə verilə bilər. Ritorik suallı cümlələr ola bilər. Daha çox bədi əsərlərdə istifadə olunur. Belə cümlələr də var. Bunlar da sual cümləsi hesab olunur. Məsələn, Səməd Vurğunun Azərbaycan şeiri. Deyir ki, aylar mı könül candan, Azərbaycan. Bədi sualdan istifadə olunur, belə sual cümləsi də hesab olunur. Sual cümləsi 3 yolla formalaşır. Birinci, yalnız intonasiya. İkinci, sual əvəzlikləri. Üçüncüsü isə sual ədatlarının köməyi ilə. Bunu da yada saxlayaq. Yəni, hansı yollar oldu? Yalnız intonasiyanın köməyi ilə, sual əvəzlərinin köməyi ilə və ya sual ədatlarının köməyi ilə. Elə cümlələr ola bilər ki, bunların üçü də iştirak eləsin. Bunlarda kompleks sual cümləsi var. Bunu da qeyd edirlər. Kompleks sual cümləsi. Bu halda ki, bunların hamısından istifadə olunsun. Hər birinin aid nümunə deyəcəyik və onu əvvəla bilək ki, bütün sual cümlələrində fərqi yoxdur. İntonasiyadan istifadə olunur. Ümumiyyətlə, bütün cümlələrdə intonasiya var. Bütün cümlələrdə. Nəqli cümlələrdə nəqli intonasiya var, məlumat verici bir intonasiya var. Sual cümlələrində sual intonasiyası var. Nida cümləsində nida intonasiyası var. Əmr cümləsində əmr intonasiyası var. Yəni bu intonasiya mütləq şərtli olmalıdır
və onda bilək ki, bütün sual cümlələrində sual intonasiyası var. Məsələn, hər hansı bir nəqli cümlə deyirəm və onu mən çevirirəm intonasiyadan asılı olaraq sual cümləsinə. Məsələn, sən şəhərə gedəcəksən. Bu necə cümlədir? Əlbəttə ki, hamınız indi orada deyirsiniz ki, nəqli cümlədir. Çünki sonda nöqtə işarəsi qoyulur. Düzdür? Mən bunu dəyişirəm intonasiyasını. Dedim ki, sən şəhərə gedəcəksən, sual verirəm. İntonasiyasını dəyişdim və elədim nə? Sual cümləsi. Və görür ki, burada hər hansı bir sual adatı yoxdur, sual əvəzliyi yoxdur. Yalnız nə var? İntonasiya var və bu yalnız intonasiyanın köməyi ilə formalaşmışdır. Və mən yenidən başqa bir buna artıram. Sual əvəzliyi deyirəm. Sən nə vaxt şəhərə gedəcəksən? Burada mən nə artırdım? Nə vaxt sözünü artırdım. Nə vaxt sözü də sual əvəzliyidir. Bu cümlə necə yarandı? Sual əvəzliyinin köməyi ilə. Həmçinin nə var burada? Sual əvəzliyinin aşırı bayaq da qeyd etdik ki, intonasiya olur. İntonasiya var. Bir də sual ədatının köməyi ilə yarana bilər. Sual ədatlarını bir daha xatırlayaq. Bəs, məcər, bəyəm, m ədatı, yəni ədatı. Bunlar da sual ədatlarıdır. Məsələn, bu cümlədən formalaşdıracağam. Sən şəhərə gedəcəksənmi? Sən şəhərə gedəcəksənmi? Nədən istifadə edim? Mi sual ədatından istifadə elədim. Sən şəhərə gedəcəksənmi? Oldu necə? Sual ədatının köməyi ilə. Bir də kompleks sual cümləsi var yazım. Və bu hissəni də tamamlayaq. Bəs sən nə vaxt şəhərə gedəcəksən? Kompleks sual cümləsidir. Niyə? Bəs sual ədatı var. Nə vaxt sual əvəzliyi var və sual cümləsi olduğu üçün də sual intonasiyası da var. Və bu sayılır kompleks sual cümləsi. Növbəti sonuncu nida cümləsidir. Nida cümləsi yüksək hissəyəcanla deyilən cümlələr nida cümləsinə çevrilir. Və bunlar da iki yolla yaranır. Yalnız nida intonasiyası ilə. İkincisi də nidaların, yəni nida deyəndə nidaların hissəsi söhbət ondan gedir. Nidaların köməyi ilə. Bu da oldu. Nidaların köməyi ilə iki cür formalaşır. Cəmi nümunədə deyək. Məsələn, hər hansı bir nəqli cümlə intonasiyasından asılı olaraq çevrilə bilər nida cümləsindən. Məsələn, deyirəm, kimsə bir uğur qazanıb, uğur qazandığı üçün də mən onu təbrik edirəm. Düzdür? Deyirəm ki, əla, təbriklər. Əla, təbriklər. Nədir? Nida cümləsidir. Və ya, bir dənə də deyim. Biz qalib gəldik. Sonra işarə nöqtə qoysam olacaq. Nəqli cümlə, nida qoysam olacaq. Nida cümləsi. Bu oldu birinci yolla, yəni nida intonasiyasının köməyi ilə. İkinci olaraq nə? Nida, yəni nitq səsi var, nida. Onun köməyi ilə. Məsələn, Mikail Müşfiqin şeiri var. Deyir ki, ah, mən gündən günə bu gözəlləşən işıqlı dünyadan necə əl çəkin. Burada maraqlı bir məqam var. Yalnız sual işarəsi qoysam, sonunda yalnız sual işarəsi qoymuşam. Bu artıq nida cümləsi sayılır. Nida olsa belə, yadda saxlayaq. Nida olsa belə, sonundakı işarə sual işarəsidirsə, sual cümləsidir. Amma bu sual işarəsi ilə yanaşı, bax belə, sual işarəsi var, nida işarəsi də varsa, artıq nida cümləsidir. Bunu da yaddan çıxarmayıq. Yaxşı, nida ola bilər, amma sondakı işarə, sual işarəsi olsa tək. Bu arada sual cümləsi. Amma ki, sual işarəsi ilə yanaşı, nida işarəsi də olsa, olacaqdır elə nida cümləsi. Mən ümidvaram ki, bu qeyd olunanlar sizin üçün çox faydalı oldu, çox öyrəncəli oldu. Və bu tip videolarla biz kanalımızı genişləndirəcəyik, zənginləşdirəcəyik və tez-tez paylaşılacaq ki, siz də bunlardan yararlanasınız, öyrənəsiniz. Bugün danışdıq
cümlənin məqsəd və intonasiyaya görə növlərindən. Növbəti dərslərimizdə hansı mövzu haqqında danışmağımızı istəyirsinizsə, rəylər bölməsində qeyd edə bilərsiniz. Biz həmin mövzular üzərindən danışa biləriksə, maraqlı gələn suallar ola bilər, onlar üzərindən danışa bilərik. Bütün suallarınızda çəkinmədən rəylər bölməsində qeyd edə bilərsiniz və hansı mövzuda danışmağımızı istəyirsiniz. Biz növbəti dərslərdə həmin mövzulardan danışarıq, sizə ətraflı məlumatlar verərik. Bizlə əlavə olaraq WhatsApp üzərindən də əlaqə yarada bilərsiniz, sosial şəbəkələrdən əlaqə yarada bilərsiniz. Müəllimlər işə qəbul imtahanına hazırlaşanlar, blok imtahanlarına hazırlaşanlar fərqi yoxdur. Hər birinizə biz hər zaman dəstək olmağa hazırıq. Təki təhsilimiz üçün, elmimiz üçün faydalı olsun. Nömrəmiz də qeyd edək ki, burada kiminsə sözlü sualı ola bilər, həmin sualları bizə ünvanlaya bilər. 050 962 04 46. Bu da bizim əlaqə nömrəmizdir. Belə, əziz yoldaşlar, əziz dostlar, gəldik mövzunun sonuna çatdıq. Ümidvaram ki, fikirlərimiz sizin üçün faydalı oldu. Hər birinizə izlədiyinizə görə təşəkkür edirəm. Sağ olun, minnətdarım.